Hər birinizi salamlayıram. Qarşıda mübarək Fitr bayramı gəlir. Artıq Ramazan ayı ilə yekunlaşırıq. Allah Taala tutduğumuz orucları, etdiyimiz ibadətləri bizdən qəbul etsin və bu ayın bərəkətindən, feyzindən bizləri binəsib eləməsin. İstəyərdim ki, mən Fitr bayramı gəlir, fitr zəkatı haqqında məlumat verərdim. Elə ki, ay göründü, insan bildi ki, bayramdır, insanın boynuna fitr zəkatı çıxartmaq gəlir. Yəni, vaxtı bayram axşamından başlayır, ta bayram günü günorta vaxtına qədər davam edir. Yəni, bu vaxt əvəzində insan çıxartmayıbsa, fitr zəkatını çıxartmalıdır. Fitr zəkatı kimlərə vacib deyil? Bunun haqqında da biraz məlumat verərdik. Uşaqlara vacib deyil, yəni həddi buluğa çatmayan uşaqlara vacib deyil. Bundan əlavə ruhi xəstə, dəli insanlara vacib deyil və imkansız, fəqir, yoxsul insanlara vacib deyil. Hər halda həddi buluğa çatmış, imkanı olan, ağlı yerində olan, fitrə vermə imkanı, gücü çatan hər bir kəsə fitrə zəkatı vermək vacibdir. Bu saydıqlarımız insanlar ki var, yəni həddi buluğa çatmış, ondan sonra imkanı olan, ağlı yerində olan, bayram gecəsini dərk edən şəxsin hər birinə fitrə zəkatı gəlir. Bu saydıqlarımız insanların özləri üçün fitrə çıxartmaları vacib deyil, amma onlar kiminsə himayəsində yaşayırlarsa, himayədarlıq edən şəxs onların əvəzindən fitrə çıxarda bilər. Yəni, məsələn, ailə başçısı ata öz yoldaşı üçün, övladları üçün fitrə zəkatı çıxarda bilər. Əgər şəxsin qonağı olmuş olsa, məsələn, bayram gecəsi evinə qonaq gəlmiş olan şəxs qonağının fitrəsini çıxartmalıdır. Hətta qonaq kafir olsa da belə insan gərək onun fitrəsini çıxarda. Yeni dünyaya gəlmiş uşaq, yəni bayram gecəsində yeni dünyaya gəlmiş uşaq əgər olarsa, onun da fitrəsi onun himayədarının üzərindədir. Yəni, onu himayədarlıq edən atanın və yaxud da ananın üzərindədir. Nə qədər çıxarılmalıdır fitrə zəkatı? 3 kiloqram, yəni 1 sa 3 kiloqram fitrə zəkatı çıxarılır. Bu da buğda, arpa, düyü, kişmiş, un, bu kimi qəbil şeylərdən çıxarılır. Və bundan da əlavə insan 3 kiloqram qida məhsullarının özünü də verə bilər və yaxud onun pul müqabilində də verə bilər. Məsələn, 1 kiloqram düyü 3 manatdan, 4 manatdan eləyirsə, 10 manat və yaxud da 12 manat, hər halda təyin olunmuş fitrə zəkatının miqdarı indi hal-hazırda 10-15 manat arasıdır. Bundan da çıxara bilər, istəsə başqa şeylərdən də hesablaya bilər. Məsələn, düyü hesablamayıb, xurmanın, kişmişin, düyünün kilosu ilə da hesablaya bilər. Və bir qeydə sizin nəzərinizə çatdırım, fitrə zəkatı halal pulla olmalıdır, əziz dostlar. Yəni, haram malla, qəsb edilmiş malla fitrə çıxarılarsa, bu kifayət olmayacaq. Kimlərə verilməlidir fitrə zəkatı? O adamlara verilməlidir ki, o adamlar yoxsuldular, imkansızdılar. Amma müəyyən şərtlər var. Məsələn, fitrə zəkatını biz ayırdıq, artıq gün batandan hər bir ailə üzvünün sayı qədər, yəni o himayəmizdə olan insanların sayı qədər biz fitrənin zəkatını ayırdıq və bu fitrə zəkatı kimlərə verilməlidir? Onun haqqında biraz da sizin nəzərinizə çatdırım. Fitrə zəkatı dediyimiz kimi o adamlara verilməlidir ki, onlar fəqirdirlər, yoxsuldular. Amma şərtləri var. Əsas şərtlərindən biri də budur ki, o adam günahkar olmasın. Yəni, alacaq pulu, veriləcək pulu günaha sərf eləməsin. Harama sərf eləməsin, içkiyə sərf eləməsin, başqa haramlara sərf eləməsin. Məsələn, 10 manat fitrən pulun var, misal üçün deyirəm, verəcəksən, bilirsən, bu gedib onu harama xərcləyəcək. Bu halda olmaz. Bundan da əlavə, əgər kiminsə tanıdığı, amma bilsən ki, həqiqətən ehtiyacı var, məsələn, onun yardıma, fəqir və ehtiyacı var, bu halda verə bilərsən və yaxud da əgər kimsə tanıdığın insan varsa, ona da verə bilərsən, tanıdığınız bir ruhani varsa və yaxud məscid varsa, fitrə yığılan bir etibar etdiyiniz bir yer varsa, orada təqdim edə bilərsiniz. Qeyd edeyim, seyidə fitrə zəkatı verə bilər. Amma seyyid olmayan seyidə fitrə zəkatı verə bilməz. Həzrəti Əleyhisselam fitr bayramı xütbəsində buyurur ki, fitrə zəkatı verin. Çünki fitrə zəkatı Peyğəmbərimizin sünnətidir. Rəbbinizin vacib etdiyi bir əməldir.
Hədislərdə var ki, fitrə zəkatı insanı pis bəlalardan qoruyar. Fitrə zəkatı insan orucunun qəbul olması üçün səbəbdir. Yəni insan orucunu fitrə zəkatı çıxartmaqla tamamlayır. Eyni zamanda hədislərimizdə və dua kitablarımızda qeyd olunur ki, bu gecənin əməllərindən biri də insan bayram axşamı gecəsi ta zöhrə qədər fitr bayramının qüslunu ala. Yəni fitr bayramının qüslunu edirəm qurbətən ilallah. Həmçinin 100 dəfə ətubu iley, tövbə edirəm zikrini deyə bilər. Bir məsələdə nəzərinizə çatdırım dostlar, yoxsul insanlara fitrə zəkatı vermək vacib deyil. Ancaq bəyənilir, yəni müstəhəbdir ki, çıxartsınlar, o da fitrə zəkatı versin. Əgər yoxsulun yalnız bir sağ, yəni 3 kiloqram miqdarında buğda, arpa, kişmiş, bu qəbildən olan məhsulu və ya pulu varsa, bir dənə məsələn bunu verməyə pulu var. Şəriət bu cür qeyd edir ki, onu yaxşı olar ki, insan neçə nəfər varsa əgər, öz yaxınında və yaxud da himayədarlığında, öhdəçiliyində neçə nəfər varsa, onlara bir-bir verə, yəni onun çörəyini yeyən olarsa və onların fitrəni vermək istəyərsə, onların hərəsinə bir-bir verə və sonuncu şəxs aldığı şeyi fitrə niyyəti ilə özlərindən olmayan başqa bir şəxsə verə bilər. Yəni, tutalım, evdə bir neçə nəfər şəxs varsa, himayədar pulu fitrə zəkatını bir dənə çıxardır və himayəsində olanlara bir-bir verir. Onlar da ən sonda ehtiyacı olan kəsə fitrə zəkatını təqdim eləyirlər. İnşallah fitr bayramınız, Ramazan bayramınız mübarək olsun. Həmçinin də qarşıda Novruz bayramı gəlir. O da sizin üçün mübarək olsun. Amin ya Rabbel aləmin.